Biz bilirik ki, günahların zərəri böyükdür. Amma bəzi insanlar var ki, günah edir, amma hər şey yaxşıdır onların həyatında, həm sağlamlığında, həm digər işlərdə də. Belə insanlara nə demək olar? Əslində, qardaşım, bu məsələni bir çox müsəlmanlar düz başa düşmür. Elə bilirlər ki, sən günah edəndən sonra onun aqibəti, cəzası, zahiri olan şeylərdir. Görünən şeylərdir. Nə mənada? Məsələn, mən günah edirəm, düzdür, və oxumuşam ki, kitablarda İslam alimlərinin sözləri var ki, Quran sünnədə dəlalət edir ki, günah bu kimi şeylərə səbəbdir, bəlalara, müsibətlərə, imtihanlara, bütün pisliklərin əsli insanın Allaha asi olmasıdır, günahlardır. Lakin bunlar elə başa düşüblər ki, sən günah edəndə, məsələn, sənin evində zəlzələ olmalıdır, ev sənin başına uçmalıdır, yaxud məsələn, sən övladı bitirməlisən, yaxud qəzaya uğramalısan, yaxud bu kimi şeylər. Bunları da görmürlər o müsəlmanlar. Və elə bilirlər ki, hər şey normaldır, güzaranımız yaxşıdır, yaşayırıq. Günahlarla bərabər güzaran yaxşıdır. Bəs hardadır günahın aqibəti? Məsələn, İmam İbn Qeym Rahimallah günahların aqibəti barəsində kitab yazanda bir çox bəlalara, müsibətlərə səbəbdir deyir. O insanlar da öz üzərlərində görmürlər və elə hesab edirlər ki, hər şey yaxşıdır. Əslində bu cür deyil. İmam İbn Qeym Rahimullah özünün yazdığı Fəvaid kitabında deyir ki, elə günahlar var ki, onun təsiri dərhal üzə çıxır. Lakin olur ki, insanlar onu görmürlər. Günahlar var ki, təsiri dərhal aşkar olur, üzə çıxır, lakin insanlar görmürlər. Məsələn, müvəffəqiyyətin az olması. İnsan xeyirli əməllərə müvəffəq olmur. Zikr etmir, namaz qılmır, oruç tutmur, sədəqə vermir. Onun üçün həqiqi bəla, müsibət baş verib. Amma o görmür bunu. O şahidi olmur bunun. Görə bilmir bunu. O başqa şey gözləyirdi. O yoxdur deyə elə bilir ki, hər şey yaxşıdır. Məsələn, haqqı görməmək. Haqq, düzgünlük hardadır, doğruluq hardadır görmür onu. Batillə yaşayır özü üçün. Bilmir ki, günahın aqibətidir. Yaxud, məsələn, insanın ad-sanının itməsi. İnsanların yanında hörməti yoxdur. Ad-sanı yoxdur, izzəti yoxdur. Bu hamısı günahın aqibətidir. Lakin bu təsir dərhal gəlir. Əksər insanlar bunu görmürlər. Onunla əlaqələndirmirlər, yəni. Yaxud, məsələn, dualara icabətin gəlməməsi. İnsan dua edir, heç vaxt Allah subhanahu wa ta'ala duasına cavab vermir. Bilmir ki, etdiyi günahın səbəbi ilədir. Başqa şey gözləyirdi, o yoxdur deyir, hər şey yaxşıdır deyib, amma bilmir ki, aqibət, ən böyük müsibət baş verib buna. Yaxud insanların bundan uzaqlaşması, tək qalması, öz qəlbində vəhşətlə yaşaması, öz sıxıntı ilə yaşaması, bunlar hamısı aqibətdir. Şərt o deyil, alimlər deyir, şərt o deyil. Məsələn, nəsə olmalıdır, böyük bir hadisə olmalıdır ki, sən bunu görəsən, əlaqələndirəsən günahla. İnsanın elə, vallahi, haqqa müvəffəq olmaması ən böyük müsibətdir onun üçün. Siz təsəvvür edin, namazın vaxtı gəlir, məsələn, zöhr namazı, qılmır adam. Keçir, gəlir əsr namazı, qılmır adam. Gəlir məğrib namazı, qılmır insan. Bundan o yana müsibət yoxdur insan üçün. Bundan o yana bəla, həlak yoxdur o insan üçün. Yaxud Ramazan ayı gəlir, insan oruç tutmur, yiyib içir özü üçün və deyir, hər şey yaxşıdır, günahlarla yaşayıram. Həqiqi müsibət baş verib insana. Amma insan görə bilmir bunu. Ona görə bu məsələni düzgün yerinə qoymaq lazımdır.